Salam. Tək nəfsdən yaradılışı necə başa düşməliyik? Tək nəfsdən yaradılış deyərkən bu tək nəfis nəyi ifadə eləməkdədir? Qovulmuş şeytandan Allaha sığınam. Ənam surəsi 98-ci ayə. Odur ki, sizi bir tək nəfsdən inşa etdi. Sizin için bir qalış və bir əmanət olaraq konuluş yeri və sürə vardır. Gerçekten biz anlayan bir toplum için ayetleri geniş açıkladık. Bak bu tek bir nefs elə bir şeydir ki, hamı ondan inşa edilir. Bunu iki cür başa düşəcək. Bir, erkən əvvəllərdə, erkən dövrdə insanların torpaqdan yaradılışı olaraq, yani tek nefis torpaqdan yaradılışı bilir. Yani tek nefis deyərkən erkən dövrdə torpaq ifadə edilməkdədir, bildirilməkdədir. Eyni zamanda da torpaqdan yaradılışın ardından Allah ayetlərdə deyir ki, sizi nütfədən yarattım. Nütfə nədir? Nütfə 23 xromosomlu kişiden gelen spermatozoid hücreler qadından olan 23 xromosomlu yumurta hücrelerinin mayalanmasından zigotdan da embriyo əmələ gəlir. Və ana bətinlərində embriyodan insan inşa edilməkdədir, yaradılmaqdadır. Demək ki, tək bir nəfis, bir, torpaqdan yaradılışı, iki, embriyodan yaradılışı bildirməkdədir ki, Qurandakı Ələq surəsindəki ələq sözünün də ərəbcə mənası o deməkdir, embriyo deməkdir. Davam edək. O sizi bir tək nəfsdən yarattı. Bir tək nəfs dediyimiz kimi torpağı və embriyonu bildirir. Eyni zamanda niye bir tek nefis? Bakın özellikler eynidir. Bütün insanların organizmi eynidir. Yani eyni organlar sisteminden, eyni toxumadan, eyni hücrelerden təşkil olunmaqdadır. Kiminsə tələffüz sistemi həzmi icra eləmir. Həzm sistemi tələffüzü icra eləmir. Hamıda tələffüz sistemi tələffüsə, həzm sistemi həzmə, ifrazat sistemi ifrazata, sinir sistemi sinir funksiyalarını icra etməkdədir. Ona görə tək bir nəfis özəllik cəhətcəndə işlənməkdədir. Ondan da eşini yarattı ki, bax ondan da yoldaşını, tək nəfisdən də yoldaşını yarattı. Baxın, ana bətnində də həmin o embriyodan həm qadınlar yaranır, həm kişilər yaranır. Erkən əvvəldə də torpaqdan həm qadınlar yaradılıb, həm kişilər yaradılıb. Buna aid ayrı bir çəkiliş edəcəyəm. Torpaqdan cüt insanlar yaradılmıştır. Quran siz tək bir ümmət idiniz deyir. Tək bir ümmətin Quranda başqa adı Adəm oğullarıdır. Və o torpaqdan yaradılanın biri də Adəmdir. Adəm kimi digər insanlar da olub torpaqdan yaradılan. O sual ki verirlər ki, əgər hamımız tək Adəmdən və Həvvadan, Quranda Həvva kəlməsi keçməz, Adəm və xanımından yaradılmışıqsa, insan nəsil necə artıb? Yəni bacı qardaş yaxınlığından mı? Xeyr. Sadəcə Adəm də torpaqdan yaradılıb, Adəm torpaqdan yaradılmaqla bərabər torpaqdan yaradılmış özü kimi insanlara onlara xəlifə təyin edilmiş, xəlifə seçilmiş, rəsul seçilmiş, nəbi seçilmiş şəxsdir. Quran ona görə onun üzərində dayanır. Adəm ailəsi olduğu kimi Adəmlə bərabər torpaqdan yaradılmış insanların da ailəsi vardı və bu ailələrdən törəyən insanlar arasında, yani olan evlatları arasında evlilikler olmakla insanlar artıp çoxalmışdı. Quran tek ümmət olarak deyir. Buna ait çəkiliş edəcəyəm inşallah. İndi burada dikkat ediləsi nədir? O tek bir nəfs nədirsə ondan eşini də yarattık, durgunluk bulsun. Eşine yaklaşınca hafif bir yükle yüklendi ve onunla gəzindi. Yükü ağırlaşınca her ikisi efendileri olan Allah'a bize kusursuz bir çocuk verirsen şükür edenlerden olacağız diye yalvardılar. Bu Araf suresi 189. ayədir. Zümer suresi 6. ayədə də Rəbbimiz belə buyurur. Sizi bir tek nəfsdən yaratmış, sonra ondan eşini var etmiştir. Sizin için hayvanlardan da 8 çift indirmiştir. Sizi analarınızın karınlarında 3 karanlık içinden bir yaratılıştan sonra öbür yaratılışa geçirerek yaratmaktadır. Bak,
Cinsiyyət kişidən gələn spermatozoid hüceyrədəki cinsiyyət hüceyrəsi ilə müəyyən olunur. Kişidə həm X, həm Y demək cinsiyyət hüceyrəsi vardır. Yəni yaranmış insanın cinsiyyəti kişidən gələn spermatozoid hüceyrədəki cinsiyyətlə müəyyən olunur. Yəni kişi Y verirsə yaranacaq uşaq oğlan olacaq. X verirsə yaranacaq uşaq qız olacaq. Yəni bununla bərabər indi burada 3 mərhələ deyir. Yəni 3 mərhələ burada məsəl üçün zigot, məsələn mayalanma dövrü olur. Mayalanma dövrü. Kişinin spermatozoid hüceyrəsi, qadının yumurta hüceyrəsi mayalanır. Birinci bu. İkinci məsələn onlar o demək şeyə çevrilir, zigota çevrilir, zigot embriyoya çevrilir. Bu cünə də bu 3 mərhələni anlaya bilərik. Buna aid ayrı bir çəkiliş edəcəyim. Əslində 3 mərhələdə tamamilə başqa bir şeydir. Sadəcə yəni bu da 3 mərhələdə olduğu üçün mayalanma da ona görə belə bir məsələni diqqətinizə çatdırdım. İşte bu Rabbiniz olan Allah'tır. Mülk onundur. Ondan başka ilah yoktur. Bak ilahlığı da başa düşmüyor. Olur ki mesela çünkü bak yaradılış kime aitsa, yaradan güc, qüvvə, elm, bəsirət kime aitsa ilah da odur. Bizim ilahımız Allah'tır. Böyleyken nasıl olup da döndürülüyorsunuz? Bir ayette dikkat eləyək. Nisa suresi 1. ayet. İnsanlar siz bir tek nəfsdən yaratan, insanlar sizi bir tek nəfsdən yaradan, ondan da eşini yaradan, ikisinden de pek çok erkek ve kadın üreten efendinizi dinleyin. Adına birbirinizden isteklerde bulunduğunuz Allah'a saygı gösterin. Akrabalara da. Allah elbette sizi gözetlemektedir, yani müşahede etmektedir. Bak, diyor ki sizi bir tek nefisten yaradan, ondan da eşini yaradan, ikisinden de pek çok erkek ve kadın üreten efendinizi dinlen. Bak, necə ki dövrümüzdə kişi de kadın da hem kişiden gelen cinsiyet hem kadından gelen cinsiyet hücrelerinin mayalandırılmasıyla ve həmin mayalanmadan yaranan embriyodan kadın ve kişi yaranır ve bu yaranan kadın kişi yeniden məsəl üçün hər hansı bir ananın bətnində dünyaya gələn kişi ilə, hər hansı bir ananın bətnindən dünyaya gələn demək ki, qadın evlənirlər. Yenidən onların demək ki, həmin qadının demək ki, evlənmiş kişi və qadından yenidən Allah insanlar yaradır. Bax, ayəyə diqqət eləsiniz, bu tək bir nəfs elə bir şeydir ki, bütün insanlar o tək nəfsdən yaradılır və çoxaldılır. Bu təbii ki, tək nəfsdən yaradılış, fiziki və biyolojik yaradılışdır. Bəzilədir, yox, nəfsin nə bilimlə mərtəbələri var, nəfis nə bilimlə başqa bir şeydir. Yəni ki, fiziksel, biyoloji bir amaldan başka bir şeydir. Yani ondan farklı bir şeydir. Bizim nəfsdən ibarət olan ayrı bir varlık olarak təqdim edirlər. Elə deyil. Tək bir, vahid bir nəfsdən yaradılış hal-hazırda embriyodan yaradılışdır. Allah insanları əvvəl yaradarkən torpaqdan yaratdığı üçün tək nəfs eyni zamanda da torpağı bildirməkdədir. Və o tək nəfs elə bir şeydir ki, hamı ondan yaradılır. Biz dövrümüzə baxsaq görəcək ki, bir kişi və bir qadının hüceyrəsindən, cinsiyyət hüceyrələrindən, daha çox 23 xromosomlu cinsiyyət hüceyrəsi ilə, spermatozoid hüceyrəsi ilə, qadının 23 xromosomlu yumurta hüceyrəsindən demək embriyonu formalaşdırır. Allah embriyodan da insanları yaratmaktadır. Yəni dövrümüzdə insanın yaradılması bir qadın bir kişi olmaqla embriyodan yaradılır. Erkən dövrdə isə torpaqdan yaradılışı bildirməkdədir. Və bundan sonraki ayələrdə də bu cür yəni çox ayə var. Gördüyünüz kimi proqramda 301 dənə ayə çıxmışdı. Sizin qovulmuş şeytan Allahsın, sizin demək yaratılmanız da bağlısı olunmanız da ancaq tək bir nəfs gibidir. Hakikaten Allah səmidir, basirdir. İndi burada müxtəlif tərcümələrdir. Allah'a əmanət olun. Allah imanınızı gücləndirsin. Allah olan sevginizi möhkəmləndirirsin. Allah bəsirətimizi açsın. Allah bizi iman edib salih əməl işləyənlərdən, Allah'tan başqa ilah qəbul etməyənlərdən,
etsin, müşriklərdən bizi qorusun, kafirlərdən bizi qorusun. Allaha əmanət olun. Salam əleykum.